Dərsimizə xoş gəlmisiniz. Bu gün oruc barədə danışacağıq. Bu, necə silsiləsindən olan növbəti dərsdir. Bu çox praktiki bir dərs olacaq. Sizi oruc tutmağa ruhlandırmaq üçün güclü şəhadətlər bölüşəcəyəm. Biz Məsihin şagirdləriyik və buna görə də oruc həyatımızın bir hissəsi olmalıdır. Oruc tutanda o qədər maneələri yarıb keçirik ki, həyatınızda hər hansı bir maneəni aşmaq istəyirsinizsə, cisminizə qalib gəlmək istəyirsinizsə, onda oruca dair bu dərsə diqqət yetirin. Əvvəlcə mən, əlbəttə ki, dərsə aid əsas ayələri oxuyacağam. Matta müjdəsinin 6-cı fəslində İsa oruc haqqında deyir. Oruc tutduğunuz zaman belə edin. Demir, oruc tutsanız belə edərsiniz. Deyir, oruc tutduğunuz zaman. Matta müjdəsinin 6-cı fəslində bundan daha əvvəl sədəqə verdiyiniz zaman deyir və sədəqə haqda öyrədir. Sonra deyir, dua etdiyiniz zaman belə edin və dua barədə öyrədir. Sonra oruc tutduğunuz zaman deyir və oruc barədə öyrədir. İsa demir, sədəqə verdiyiniz zaman belə verin və belə dua edin. Dua etdiyiniz zaman bunu və ya onu edin. Əgər oruc tutsanız, belə edərsiniz. O deyir, oruc tutduğunuz zaman. İmanlılar cəmiyyətində sədəqə və dua barədə çox söz deyilir. Oruc barədə isə az danışılır. Oruc məsihçi həyatımızın tərkib hissəsi olmalıdır. Dua və sədəqə kimi. İsa burada deyir ki, oruc tutduğunuz zaman insanlara deyil, gizlində olan atana oruclu görün. Özünüzü göstərmək üçün oruc tutmayın. Təmiz paltar geyinin, dişlərinizi fırçalayın, saçınız varsa darayın. Oruc tutduğunuzu adamlara göstərməyin. Lakin həddini aşsanız, qəribə görünəcəksiniz. Məsələn, tutaq ki, uzun müddətdir ki, orucsunuz. 40 gün və ya 15 gün, 14 gün və ya 40 gün, yaxud bir həftə. Əlbəttə, bunu ailənizdən, dostlarınızdan gizlədə bilməzsiniz. Təsəvvür edin ki, toya gəlmisiniz. Yox, mən yemirəm. Sağlamsan? Hə, yaxşıyam, ancaq yemirəm. Ürəyin heç nə istəmir? Yox, yaxşıyam. Belə etsəniz, adamlar bir-birinə deyəcəklər. Ona nə olub? Nə üçün yemək yemir? Bu halda deyə bilərsiniz ki, oruc tutmusunuz. Oruc tutduğunuzu deməkdən çəkinməyin. Çünki əks halda qəribə görünəcəksiniz. Siz göylərdə olan Allah üçün oruc tutmalısınız. Bu sizinlə Allah arasında olan bir məsələdir. Adamlara özünüzü göstərməyin. Bir kəsin evinə gələndə, məsələn, ilk sözünüz bu olmasın ki, oruc tuturam, bugün 17-ci günümdür. Belə etməyin. Ancaq bu barədə danışmaqdan da qorxmayın. Qorxu iblisdəndir. İblis istəyir ki, biz oruc barədə danışmayaq. Oruc barədə danışma. Bilsələr, Allahdan mükafatın olmayacaq. Siz mətnə diqqət yetirin. İsa dedi, sədəqə verdiyin zaman adamların önündə şeypur səsi ilə car çəkmə. Dua etdiyin zaman özünü adamlara göstərmə. Ancaq biz sədəqə və dua barədə danışmaqdan qorxmuruq. Buna adi yanaşın. Oruc həyatınızın tərkib hissəsidir. Oruc tutun. Oruc nədir? Bu vacib sualdır. Bəziləri deyir, orucam, televizor orucundayam. Lakin bunu oruc saymaq olmaz. Televizordan uzaq olun. Bu cəhənnəm alətini evinizdən rədd edin. Məncə bu əla olar. Vaxt ayırıb internetdən uzaqlaşmaq, telefonu kənara qoyub Allahı axtarmaq yaxşıdır. Özünüz üçün belə vaxtları ayırmaq yaxşıdır. Ancaq bu oruc deyil. Siz başqa sözlərdən istifadə edə bilərsiniz. Ancaq oruc qida ilə əlaqəlidir. Siz yemək və içməkdən imtina etməlisiniz. Niyə? Mən bunu birazdan izah edəcəyəm. Siz yeməyəndə və içməyəndə bədəninizdə fiziki mənada nəsə baş verir. Lakin televizordan və ya telefonunuzdan uzaq duranda bədəninizdə heç nə baş vermir. Beləliklə, oruc yemək və içməyə aiddir. Müqəddəs kitabda orucun müxtəlif növləri var. Fariseylər həftədə 1-2 gün oruc tuturdular. İsa 40 gün oruc tutub. Ester 3 gün yeməksiz və susuz oruc tutub. Normal olaraq 40 gün yeməksiz qala bilərsiniz. Əksər sağlam adamlar bunu edə bilərlər. Yəni yemək yemədən 40 gün qala bilərlər.
Ancaq siz 40 gün susuz qala bilməzsiniz. Siz nə isə içməlisiniz. Müqəddəs kitabda yeməksiz və susuz 3 gün orucu görürük. Esterin dövründə bütün xalq belə oruc tutmuşdu. Ancaq biz həmçinin görürük ki, Musa Allahın huzurunda 40 gün yeməyib və içməyib. Bu möcüzə idi. Oruc uzun müddət ərzində yeməkdən, yaxud qısa müddət ərzində yeməkdən və sudan imtinadır. Danielin orucu haqqında da danışmaq istəyirəm. Adamlar bu oruc haqqında danışır. Siz ət, süd məhsullarından imtina edib, tərəvəz və meyvə yeyirsiniz. Şirniyyatdan imtina edirsiniz. Bu da orucdur. Ancaq mən belə oruc haqqında danışmayacağam. Belə oruc barədə məlumatlıyam. Mənim bildiyim oruc uzun müddət yeməkdən və ya qısa müddət yemək və sudan imtinadır. 40 gün yeməksiz oruc tutmaq istəsəniz, siz bilməlisiniz ki, bu İsa'nın 40 gün təkcə su ilə tutduğu oruc kimi olmayacaq. Niyə? Çünki yağış vasitəsilə və ya dağlardan gələn su, bu gün su kranlarından gələn sudan tam fərqlidir. Bizim içdiyimiz suda xlor var. Filtrdən keçirilən su minerallarını da itirir. Əgər siz 40 gün təkcə su ilə oruc tutsanız, ona minerallar əlavə edin ki, bədəniniz zəruri mineralları ala bilsin. Düşünürəm ki, bu çox vacibdir. Əgər siz 40 gün oruc tutsanız, bədəninizin qeydinə qalmalısınız. Mən bir neçə adam tanıyıram ki, onlar suya heç bir şey əlavə etmədən təkcə su ilə oruc tutdular və bu xəstəliklə nəticələndi. Onlar suyu krandan içirdilər və heç bir mineral əlavə etmirdilər. Beləliklə, suya faydalı maddələri əlavə edin və bədəninizi zəruri olanla təmin edin ki, işləyə bilsin. Mən 40 gün ərzində bir neçə dəfə oruc tutmuşam, meyvə şirəsini içmişəm və çox az yemək yemişəm ki, bədənimin gücü olsun. Bu, Allahla sizin aranızda olan bir məsələdir. Necə oruc tutacağınıza özünüz qərar verin. Bəzən mən 40 gün oruc tutmuşam. Özümü çox üzməmişəm. Müxtəlif şeylər içirdim. Şirə, isti şokolad, bəzən də smoothie. Bu zaman bəziləri dedilər, cığallıq edirsən. Lakin əslində bu, Allahla sizin aranızda olan bir məsələdir. Çox vaxt özümü çox üzmürdüm. Elə vaxtlar da olub ki, uzun müddət ərzində çox ciddi oruc tutmuşam. Su və meyvə şirəsindən başqa heç nə qəbul etməmişəm. Bu doğrudan da Allahla sizin aranızda olan bir məsələdir. Ancaq əgər siz oruc tutmağa qərara alırsınızsa, onda sözünüzün üstündə durun. Hər gün fikrinizi dəyişməyin. Oruc doğrudan da yaxşı şeydir. Növbəti sual. Oruc tutanda nə baş verir? Əgər siz bədəninizdə baş verən fiziki proseslərə baxsanız, görəcəksiniz ki, oruc bədəninizi toksinlərdən təmizləyir. Siz hüceyrələrinizi başqa prosesə məcbur edirsiniz. Hüceyrələr işləməyə başlayır. Əgər siz bir gün oruc tutsanız, böyük fiziki dəyişiklik hiss etməyəcəksiniz. Yalnız bir gün oruc tutsanız və çoxlu su içsəniz, suya heç nə əlavə etməyə də bilərsiniz. Siz yalnız acılıq hiss edəcəyiniz, bədəninizin hüceyrələri reaksiya verməyə başlayacaq. Niyə yemək yoxdur? Biz acıq. Biraz baş ağrısı hiss edə bilərsiniz. Çünki toksinlər bədəninizdən çıxır. İstədiyiniz tünd rəngdə olacaq. Çünki bədəniniz toksinlərdən təmizlənir. Qısa müddət oruc tutanda belə olur. Toksinlər bədəninizdən çıxır. Oruc tutmaq yaxşıdır. Oruc tutmaq sağlamlıqdır. Allah bədənimizi elə yaradıb ki, o bəzən yeməklərdən istirahət etməlidir, yenilənməlidir.
Oruc bədənin yenilənməsinə kömək edir. Oruc çox yaxşıdır və insanı sağlam edir. Oruc tutanda bədəninizdə fiziki cəhətdən nələr baş verir? Birinci gün baş ağrısı olur. Çünki bədənimizdən toksinlər çıxır. İkinci gün baş ağrısı yox olur. Üçüncü gün isə özünüzü daha yaxşı hiss edirsiniz. Mən sizə 3 gündən çox oruc tutmağı məsləhət görürəm. Cəhd edin. Çünki cəmi 3 gün oruc tutsanız, birinci gün özünüzü yorğun hiss edirsiniz. Baş ağrısı olur. İkinci gün yaxşılaşmağa başlayırsınız. Üçüncü gün isə artıq yemək yeməyə hazırlaşırsınız. Ancaq uzun müddət oruc tutsanız, məsələn 14 gün, yaxud 20 gün və yaxud 40 gün, onda bədəniniz sanki müxtəlif fəsillərdən keçir. Əvvəlcə özünüzü çox yorğun və zəif hiss edə bilərsiniz. Başınız yaxşı işləməyəcək, çünki bədəninizin əvvəlki gücü yoxdur. Ancaq o fəsildən sonra elə vaxtlar olacaq ki, ağlınız aydın işləyəcək. Çoxlu gücünüz olacaq. Niyə? Çünki bədəniniz piydən qidalanmağa başlayır. Bədəniniz yeməyin həcminə güc sərf etmir və istifadə olunmamış güc sizdə qalır. Uzun müddət oruc tutanda ilk 6-7 gün piyada gəzirdim. Qaçırdım. Gücüm çox idi. Bilmirdim enerjimi nəyə sərf edim. Beləliklə uzun müddət oruc tutanda bilirəm ki, insan çoxlu sidiyə çıxır. Toksinlər bədəndən kənarlaşır. Orucun əvvəlində bədəniniz nömrə 2-ni hələ də edir. Çünki mədənizdə yemək qalıb və o çıxmalıdır. Uzun müddət oruc tutanda isə bədəniniz pi ilə qidalanır və siz çoxlu çəki itirməyə başlayırsınız. 40 günə təxminən 16 kiloqram çəki itirirəm. Ancaq təəssüf olsun ki, sonralar bu çəkinin çoxu yenidən qayıdır. Uzun müddətli orucdan çıxanda az yeməyiniz vacibdir. Əks halda itirdiyinizdən daha çox çəki yığa bilərsiniz. Ancaq orucu arıqlamaq üçün deyil. Oruc başqa şey üçün tutulur. Bədən içəridə hər şeyi yeməyə başlayır. Bəzən ağrı, bəzən də özünüzü qəribə hiss edəcəksiniz. Çünki bədəniniz reaksiya verir. Bədəniniz üçün çətindir. Hərdən deyəcəksiniz, mən nə edirəm? Özünüzü zəif hiss edəcəksiniz. Onda sınaq gəlir. Gedib soyuducuya baxırsınız. Yemək yeyim ya yox? Nə üçün mən oruc tuturam? Yemək yesəm gücüm olar. Çıxıb adamlara İsa'dan danışaram. Uzun müddət oruc tutanda çox şey baş verir. Müxtəlif fəsillərdən keçirsiniz. Mən yemək yeməyəcəyəm. Bu həyatımda baş verən ən yaxşı şeydir. Sonra isə mən nə edirəm? Birazca yeyərdim. Saata baxırsınız, təqvimə baxırsınız. Bütün bunlar əladır. Belə də olmalıdır. Haldan hala düşürsünüz. Halınız tez-tez dəyişir. Uzun müddət oruc tutanda yaxşı fəsilləriniz olur. Mənim üçün 7-14-cü günlər yaxşı fəsildir. Sonra isə təxminən ortada çətin olur. Mən nə edirəm? Hələ 40 günə çox var. Bu çətin fəsil keçəndən sonra yenə yaxşı fəsil gəlir. Bu fəsillərin müddəti şəxsdən şəxsə fərqlənir. Sadəcə hazır olun və bilin ki, bədəniniz reaksiya verəcək. Bədəniniz yeməyi tələb edəcək. Çoxlu sidiyə çıxacaqsınız. Yalnız su ilə 40 gün oruc tutsanız, bədəniniz tamamilə bağlanacaq. Siz nömrə 1-ə çıxacaqsınız. Nömrə 2-yə isə heç vaxt çıxmayacaqsınız. Lakin meyvə və ya tərəvəz şirəsi və digər şeyləri içsəniz, bəzən tualetə gedəcək və nömrə 2-yə çıxacaqsınız. Lakin bu 3 gündən bir və dovşanın nəticisi boyda olacaq.
Bu belə olur. Bilin ki, təhlükəli bir şey yoxdur. Adamlar sağ qalır. Adi və sağlam adamlar qidasız 40 günü asanlıqla keçirirlər. Maye qəbul edin. Sizə məsləhət verirəm. Müqəddəs kitabda 3 gün yeməksiz və susuz oruc barədə oxuyuruq. Əlbəttə, əgər siz Allahın hüzurundasınızsa, Allah unikal nə isə edə bilər. Ancaq mən sizə bunu məsləhət edə bilmərəm. Çünki bu təhlükəlidir. Məsləhətim budur ki, öz bədəninizə qulaq asın. Ağılla oruc tutun. Oruc barədə digər daha təfsilatlı dərslərim də var. Mövzunu dərindən öyrənə bilərsiniz. Uzun müddətli oruc vaxtı bədəninizdə nələr baş verir və s. Bu barədə çox danışa bilərəm. Lakin bu dərsdə sizə sadəcə göstərişlər verirəm. İndi isə daha dərinə gedək. Oruc nəyə lazımdır? Qısa müddətli orucu tamamlayanda demək olar ki, hər şeyi yeyə bilərsiniz. Uzun müddətli orucu isə ehtiyatla başlamalısınız. Bir gün əvvəl çoxlu kabab yeməyin. 2-3 gün əvvəl bunların hamısı sisteminizdən çıxmalıdır. Orucu tamamlayanda da ehtiyatlı olmalısınız. Yüngül yeməkdən başlayın. Şorba və ya başqa sadə yeməklər yeyin ki, bədəniniz həzm işinə başlaya bilsin. Əgər çoxlu yesəniz, bədəniniz buna hazır olmaya bilər və probleminiz olacaq. Günlərlə tualetdə qalacaqsınız və ağrıyacaqsınız. Beləliklə, uzun müddətli oruca ehtiyatla daxil olun və onu ehtiyatla tamamlayın. Yaxşı, niyə oruc tutmaq lazımdır? Çünki İsa belə demişdi. Dərsimiz bitdi. Bu videoya baxdığınıza görə təşəkkür edirəm. Biz oruc tuturuq. Çünki İsa bunu demişdi. Ancaq İsa onu da demişdi ki, orucun fəsillərindən keçməyimizə səbəb var. Bədən fiziki cəhətdən daha sağlam olur. Xəstə adamlar tanıyıram ki, orucla sağalıblar. Çünki bədəndən toksinlər çıxır. Niyə oruc tutmaq lazımdır? Oruc tutmağın əsas səbəbi ruha və cismə aiddir. Cisim və ruh bir-biri ilə müharibədədir. Oruc ruha bu müharibədə üstün gəlməyə kömək edir. Mən bunu itlərin nümunəsində çox yaxşı izah edirəm. Təsəvvür edin ki, 2 itiniz var. Bunlar daim boğuşur. Onlar eyni gücə malikdirlər. Onlar vuruşurlar. Siz yaşıl itin, ruhun qalib gəlməsini istəyirsiniz. İtlər eyni gücə malikdirlərsə, nə edə bilərsiniz ki, onlardan biri qalib gəlsin? Birini güclü qidalandırmağa başlayırsınız. Digərinə isə yemək vermirsiniz. Nə baş verir? Tədricən, birinci və ya ikinci gün yox, bir müddət sonra itlərdən biri getdikcə zəifləyir. Digər isə getdikcə daha güclü olur. Və it qalib gəlir. Oruc vaxtı məhz bu baş verir. Məsələn, yuxular. Ən aydın yuxuları mən oruc vaxtı görmüşəm. Allahın səsini ən aydın eşitdiyim vaxtlar oruc vaxtı olub. Oruc tutmayanda cisminizlə ruhunuzun arasında müharibə gedir. Müharibə davam edir. Allahın səsini eşitmək məsələsinə və digər məsələlərə gəlincə, oruc vaxtı cisim daha zəif, ruh isə daha güclü olur. Allahın səsini eşitmək daha da asanlaşır. Məsələn, birinci dəfə mən 40 gün oruc tutanda Allahın səsini eşitməyə ehtiyac duyurdum və dua edirdim. Mənimlə danış, mənimlə danış. Mənə çox çətin idi. Elə fəsildə idim ki, Allah mənimlə danışmırdı. Mənə isə onun səsini eşitmək lazım idi. Ayırd edə bilmirdim. Bu mənim səsimdir, yoxsa Allahın? Sonra mən orucda davam etdim. Orucu tamamlamağımdan bir gün əvvəl, 39-cu gündə Allah danışdı. Və mən onu çox aydın eşitdim. Bu həyatımı tam dəyişdi. Həyatımda yeni dövr başladı. Beləliklə, oruc ruhumuzu qalib edir.
Fasting is helping your spirit to take over. Also when it comes to if you have flesh in your life and Həmçinin cisminiz güclüdürsə, günahla mübarizə aparırsınızsa, oruc cisminizi çarmıxa çəkir. Çünki oruc tutanda siz cisminizi və cismin istəklərini inkar edirsiniz. Ruhunuzu dua və kəlamla qidalandırırsınız. Ruhunuz daha çox duada, daha çox ibadətdə, daha çox kəlamdadır. Siz cisminizi və cismin istəklərini inkar edirsiniz. Getdikcə cisim zəifləyir. Ruhunuz isə güclənir. Həyatınızda öz cisminizə qalib gəlmək lazım olanda oruc tutmaq vacibdir. Həyatınızda müqəddəs ruhun rəhbərliyinə ehtiyac duyursunuzsa, oruc tutmaq vacibdir. Allahın səsini eşitməyə ehtiyac duyursunuzsa, oruc tutmaq vacibdir. Qələbənin sirri orucdur. Ancaq mən deməliyəm ki, bir dəfə yemək yeməməklə oruc olmur. Məsələn, çoxlarının belə dediyini eşitmişəm. O gün bir yeməyi buraxdım. Bir gün oruc tutsanız, cisminiz zəifləməyəcək. Bunun üçün uzun müddət oruc tutmaq lazımdır. Uzun müddətli orucda şəxsi intizam var. Çünki, mən yemək istəyirəm, mən acam. Xeyr, mən buna qulaq asıram. Yox, mən acam. Yox, mən ruhuma qulaq asıram. Cismimə qulaq asmıram. Mən şəxsi intizamı gücləndirirəm. Öz cismimi tabe etdirirəm. Cismin başa düşməlidir. Həyatımda sən mənim ağam deyilsən. Mən sənin dediyini etmirəm. Mən sənin dediyini edirəm. Orucda şəxsi intizam, özünü idarə qabiliyyəti var. Deyək ki, siz cəngəllikdəsiniz və orada sağ qalmalısınız. Kimin yanında olmaq istəyərdiniz? Xidmətə yenicə başlayan, heç nə bilməyən əskərin, yoxsa zabitin və ya xüsusi təyinatlının, siz xüsusi təyinatlının yanında olmaq istəyəcəksiniz. Çünki onun yanında sağ qalacağınıza ümid var. Bəs necə oldu ki, bu əskər xüsusi təyinatlı oldu? Məşqlə, getdikcə özünüzü daha da çox məhdudlaşdırmaqla, çətinliklərə dözməklə. O yemək istəyən mədəsini inkar etməyi bacarır. Yatmaq istəyən bədəninə qulaq asmamağı bacarır. Çox gəzəndən sonra ağrıyan ayaqlarına qulaq asmamağı bacarır. Xüsusi təyinatlılar güclü olur. Çünki onlar həmişə özlərini məhdudlaşdırırlar və təlimlərdən keçirlər. Eynilə cismə görə deyil, ruha görə yaşayan güclü şagird olmaq istəyirsinizsə, məşq edin. Necə? Oruc tutmaqla. Çünki oruc tutanda nəzarəti ələ keçirirsiniz. Bədəniniz yemək istəyir. Siz hətta soyuducuya baxırsınız. Amma öz-özünüzə deyirsiniz. Xeyr, mən sənə qulaq asmıram. Mən öz ruhuma qulaq asıram. Oruc vaxtı formalaşdırdığınız xasiyyət orucdan sonra da sizə fayda gətirəcək. Orucun müddəti bitir. Siz isə artıq öyrənmisiniz ki, məni cismim yox, mən idarə edirəm. Mən bu vərdişi bugün istifadə edirəm. Oruc çox cəhətdən faydalıdır. O qədər faydalıdır ki, biz cismə qulaq asmaq istəmirik. Biz ruha qulaq asmaq istəyirik. Və məhz buna görə də biz oruc tuturuq. Beləliklə, orucun buna təsiri var. Başqa bir faydası. Oruc həyatınızdan inamsızlıq ruhunu qovur. Maneəni yarıb keçməkdə kömək edir. Bugün dərsimizi bununla bitirəcəyik. Matta 17-ci fəsildə bir nəfər oğlunu İsa'nın yanına gətirir. Şagirdlər oğlandakı cini qova bilmirdilər. İsa cini qovur. Şagirdlər soruşurlar. Niyə biz cini qova bilmədik? İsa dedi, imansızlıq səbəbindən. Həyatınızda imansızlıq var. Əgər imanınız olsa və bu dağa keç desəniz, dağ keçəcək. İmanınız olsa, sizin üçün mümkün olmayan heç bir şey olmayacaq. Matta 17-ci fəsil 21-ci ayə. Bu cür ruhlar yalnız dua və orucla çıxar. Burada İsa xüsusi cinlərdən danışmır. Bu cür ruh imansızlıqdır.
unbelief. They could not cast that demon Şagirdlər out imansızlıq səbəbindən o cini qova bilmədilər. and they need Bu imansızlıq ruhu şagirdlərin həyatından getməli idi. İmansızlıq ruhu getsə, bizim üçün mümkün olmayan heç bir şey qalmayacaq. if that spirit of unbelief is gone, nothing will be impossible for us. Həyatımızda imansızlığa malik olduğumuz sahələrdə ondan necə qurtuluruq? Dua və orucla. Dua və oruc imansızlıq ruhundan sizi azad edir və həyatınızdakı maneələri yarıb keçirsiniz. Mən bunu tez-tez deyirəm. Həyatımda bəzən olur ki, mən çox yaxşı böyüyürəm, lakin sonra tavana dirənirəm. Onu yarıb keçə bilmirəm. Axı onu necə yarıb keçim? How can I break through? And then fasting have done it. For example, first time I fasted, Bunu oruc edir. I came to Məsələn, mən ilk dəfə 40 gün oruç tutanda həyatımda bir günah var idi. Onunla hələ də mübarizə aparırdım. Adamlar şəfa almırdılar. Murdar ruhdan azad olmurdular. Həyatımda Allahın gücünü görmürdüm. Dua edirdim və kəlamı oxuyurdum. Ancaq hələ də günahla mübarizə aparırdım. Adamlar şəfa almırdılar. Murdar ruhdan azad olmurdular. Həyatımda Allahın gücünü görmürdüm. Mən mübarizə aparırdım. Mən soruşurdum: "Ey Allah, niyə mən maneəni yarıb keçə bilmirəm?" Onda mən 40 gün oruc tutdum. Həmin 40 günlük orucda mən hər iki sahədə maneəni yarıb keçdim. Həyatımdakı günaha qalib gəldim. Allah mənə Rəbb qorxusu ilə yaşamağı öyrətdi. Həmin oruc vaxtı oxuduğum kəlam canlandı. Müqəddəs ruh mənimlə ilk dəfə aydın şəkildə danışdı. Həmin vaxt Allah mənə güc verdi və mən adamların şəfa alması, cinlərdən azad olması sahəsində də maneəni yarıb keçə bildim. Beləliklə, sizə istənilən bir sahədə maneəni yarıb keçmək lazımdırsa, qələbənin sirri orucdur. İsa öz xidmətini 40 günlük orucla başladı. Demək istəyirəm ki, əgər Allahın oğlu İsa, bizim baş kahinimiz öz xidmətini 40 günlük orucla başladısa, started his ministry through a 40-day fast. And he came out of this. səhradan çıxanda müqəddəs ruhun qüdrətində idi. How can we Biz necə fikirləşə bilərik ki, bu gün oruc tutmadan Allaha xidmət edə bilərik və maneələri yarıb keçə bilərik? İsa demişdi: Jesus said when you fast. So if you need a Oruc breakthrough in your tutduğunuz life, zaman, it can come beləliklə həyatınızda bir maneəni yarıb keçməlisinizsə, çox sahədə maneə ola bilər. Holy Spirit. I Bir dəfə müqəddəs ruhun rəhbərliyinə böyük ehtiyac duyurdum. Biz çətin vəziyyətdə idik. Maddi cəhətdən əziyyət çəkirdik. Evin pulunu ödəyə bilmirdik. Mütləq Allahın məsləhətini eşitməli idim. 40 gün oruc tutdum. Allah bu oruc vaxtı mənə güc verdi və mən qarşıdakı maneəni yarıb keçdim. Mənə kömək lazım idi. that wall that was in front of me. I needed help. I had an unbelief in Bir sahədə imansızlığım var idi və oruc kömək etdi. Bu sizinlə Allah arasında olan bir məsələdir. It's between you and God how you fast. I had a time in my life where God actually spoken out of the book Bir dəfə Esterin kitabını oxuyanda Allah mənə dedi: "Torben, 3 gün yeməksiz və susuz oruc tut." 3 gün yeməksiz və susuz oruc tutmağa çalışdım. Adətən oruc vaxtı çoxlu su içirəm ki, toksinlər bədənimdən yuyulub çıxsın və başım ağrımasın. Bu 3 gün isə füsunkar idi. Mən yemək yemirdim, su içmirdim. 3 gün maye qəbul etmədim. fluid for 3 days. First day I experienced a breakthrough when it comes to Birinci gün dua etdiyim bir sahədə maneəni yarıb keçdim. third day. İkinci gün başqa sahədə maneəni yarıb keçdim. Üçüncü gün isə üçüncü sahədə. For a long time. Allah cavab verdi. Uzun müddət bu üç şey barədə dua edirdim. Want to end up saying 3 günün içində bu sahələrin üçündə də maneəni yarıb keçdim. wanted to fast for Həyatımda elə də olub ki, 40 gün oruc tutmaq istəmişəm. Orucun ortasında fikrimi dəyişib, cəmi 20 gün oruc tutmuşam. Təslim oldum. Çünki mən nə edirəm? Bu mənim təşəbbüsümdür. Allah bunu istəyirmi? Allah bu nədir? Sualların əlində qalmışdım. Axırda təslim oldum. Özünüzə qarşı qəddar olmayın. Bir az sonra yenidən başlayın. Çünki bu çətindir. Uzun müddət oruc tutmaq çətindir. Oruc həyatımın bir hissəsinə çevrildi. İllər əvvəl mən ilk dəfə oruc tutdum. O vaxtdan etibarən mən hər il qısa və uzun müddətli oruc tuturam. Sizi ruhlandırmaq istəyirəm. Elə həyat yaşayın ki, dua edəsiniz, sədəqə verəsiniz, oruc tutasınız. Budur həyat. Allahdan məsləhət istəyin.
Don't pray, God, do you want Oruç me to tutmağımı fast?" istəyirsənmi? deyə soruşmayın. Çünki İsa artıq demişdi, oruç tutduğunuz zaman. Allahdan soruşun, ey Allah, nə vaxt oruç tutmağımı istəyirsən? How long? Hansı müddət oruç tutmağımı istəyirsən? And let fasting Müntəzəm oruç tutaraq həyatınızı yaşayın. Qısa müddətli oruç tutun. shorter fast. Bəzən uzun müddətli oruç tutun. Take a longer fast. In the Bible, Jesus was out in the desert for 40 days. Müqəddəs kitab yazır ki, İsa 40 gün səhrada idi. Mən 40 günlük hamıdan uzaqlaşa bilməmişəm. Way away from Bunu heç vaxt etməmişəm. not there. Bəzi adamlar bunu edə bilir. Some people can do that, but I have been still living my life. Mən isə öz gündəlik həyatımı davam etmişəm. Come to fast longer period. Ağır fiziki işdə uzun müddətli oruç tutmaq çətindir. I've been fast Ancaq mən oruç tutanda işləyirdim və mənim işim fiziki cəhətdən elə də ağır değildi. fasting. I Siz də bunu edə bilərsiniz. still making breakfast for the family and the kids and mailbox. Mən oruç tutanda ailəm üçün səhər yeməyini hazırlayırdım. Uşaqlara məktəbə yemək bükürdüm. Mən hələ də bunu edirəm. Şam yeməyi vaxtı ailəmlə masa arxasında oturub su içirəm. Niyə? In the dinner table with my family and just drink water and be with them. Why? Because that is a place where Çünki axşamlar biz birlikdə bir ailə kimi yığışırıq və mən orada olmasam, onlar uzun müddət ərzində məni görməsələr, bu ailə üçün yaxşı olmaz. Beləliklə, əgər siz nigahdasınızsa, həyat yoldaşınızla razılığa gəlməlisiniz. Allah qarşısında özünüz üçün müəyyən edib oruç tutmalısınız. Allahın sizə söylədiyini əminliklə müəyyən edin və sonra bunu edin. Oruc barədə əlavə və daha dərin təlimə ehtiyacınız varsa, bu videonun altında 2 link qoyuram. Müqəddəs kitabda oruc mövzusunu tədqiq edin. Həmçinin necə adlanan dərslər silsiləsini keçməyi sizə məsləhət görürəm. Necə dua etmək dərsi var. Adamları necə azad etmək dərsi var. Necə Allahın səsini eşitmək, necə oruc tutmaq dərsi bu silsilənin vacib hissəsidir. Beləliklə, oruc tutun və Allah köməyiniz olsun. Oruc mənim həyatımı dəyişib. Oruc bir çox adamların həyatlarını dəyişib. Oruc sizin də həyatınızı dəyişəcək. Beləliklə, gedin və oruc tutun. Allah köməyiniz olsun.